Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb. Hazırki yağıntı illik norma ilə müqayisədə 22% təşkil edir. Milli Hidrometeorologiya Xidmətinin brifinqində bu barədə məlumat verilib. Son 15 saat ərzində düşən yağıntıların miqdarı Bakı şəhəri və Abşeron yarımadasında 57 mm-dir ki, bu da aylıq normadan 2 dəfə artıqdır. İllik norma ilə müqayisə etdikdə isə bu illik normanın artıq 22%-ni göstərir. Bu isə özlüyündə çox böyük bir rəqəmdir. Eyni zamanda bölgələrimizdə də belə yağıntılı hava şəraitini biz müşahidə etməkdəyik. Bölgələrdən asılı olaraq əsasən Böyük Qafqaz ərazisində, Kiçik Qafqaz ərazisində düşən yağıntıların miqdarı aylıq normanın 2-3 dəfə artıq normadan yüksək olduğu müəyyən edilmişdir. İqlim dəyişmələri fonunda belə analoji hadisələrin daha tez-tez təkrarlanması müşahidə edilir. Yalnız ölkəmizdə deyil, digər ölkələrdə də, xarici ölkələrdə də belə hadisələr müşahidə edilməkdədir və sayının artması da müşahidə edilir ki, qeyd etmək istərdim ki, Türkiyədə, İspaniyada, Rusiyada və digər ölkələrdə də belə analoji halların sayında artım müşahidə edilir.